Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu videomuzda sizlərə İngiltərə və Fransanın 17-18-ci əsrlər tarixindən danışacağıq. Əvvəlcə qeyd edək ki, xəritədə bir nömrəli göstərilmiş ərazi İngiltərədir və İngiltərə 17-ci əsrin birinci yarısında aqrar ölkədir. Yəni əsasən kənd təsərrüfatı məhsullarının ölkədə demək istehsalı üzrə inkişaf etmiş bir ölkə idi və İngiltərənin iqtisadi inkişafı sürətlənmişdi və kapitalizmin inkişafı da ölkədə feodal münasibətlərinin böhranını dərinləşdirirdi. Və bu gedişatda İngiltərədə Yeni Zadəganlar adlı qrup yaranır. Biz bilirik ki, feodalizmdən sonra dünyada kapitalizm iqtisadi sistemi yaradır. Kapitalizm sivilizasiyası, kapitalizmin inkişafı dünya ölkələrindən ilk dəfə İngiltərədə baş vermiş prosesdir. 16-cı əsrin sonları, 17-ci əsrin birinci yarısında əsasən inkişaf yaranır. Yeni Zadəganlar adlandırılan qrup nə idi? Bu qrup təsərrüfatı muzlu əməklə, yəni muzlu əmək dedikdə əsasən pulun ödənilməsi və işin pul qarşılığında görülməsi yolu ilə idarə edən kapitalistcəsinə demək formalaşan bir təbəqə idi. Həmin bu yeni zadəganların ortaya çıxması İngiltərədə kapitalizmin inkişafını sürətləndirirdi və 1603-cü ildə İngiltərədə hakimiyyətə Tudorlar sülaləsini əvəz edən Stuartlar sülaləsi gəlir. Stuartlar sülaləsinin hakimiyyəti dövründə də feodalizm, feodal mütləqiyyət qaydaları, yəni möhkəmdir. Ölkədə onun tərəfdarları var, bir də əleyhdarları var. Bu da kapitalizmin inkişafı ilə bağlı ölkə əhalisini iki yerə bölür. Feodalizmə dəstək çıxanlar və feodalizmə dəstək çıxmayanlar. Yəni feodalizmə əleyhdar olanlar, feodalizmə tərəfdar olanlar. Stuartlar sülaləsinin hakimiyyət dövrü iki dövrə bölünür. 1603-cü ildən 49-cu ilə qədər və 1660-cı ildə yenidən bu sülalə hakimiyyətə gəlir 1688-ci ilə qədər. İngiltərədə bu zaman əksər iri torpaq sahibləri, yəni köhnə torpaq sahibləri ki var, hansı ki feodal qaydalarını sərtcəsinə, yəni şəstlə qorumağa, yəni qarşılarına məqsəd qoyublar. Həmçinin Anglikan kilsəsi ki var idi, demək yaranmışdı 16-cı əsrdə reformasiya prosesinin gedişində İngiltərə kralı tərəfindən müstəqil bir kilsə olaraq formalaşdırılmış və sadəcə İngiltərə kralından asılı olan bir kilsə ki yaradılmışdı. Həmin o Anglikan kilsəsi ilə iri torpaq sahibləri feodal qaydalarını dəstəkləyirdilər. Yeni yaranan kapital qaydalarını dəstəkləmirdilər. Qeyd edək ki, kapitalizm əsasən pulun dövriyyədə olması ilə inkişaf edən bir sivilizasiyadır. Kapitalizm nədir? Pul vardısa, feodalın övladı, yəni kəndlinin övladı bu gün sabah çevrilib kapitalist, yəni iri sahibkar da ola bilər. Əgər pulu düzgün istifadə etməyi bacarmırsansa, yaxud da pul yoxdursa, irsilik sistemi ilə davam edərək müflisləşməyə və yenə də kəndli olaraq, yaxud da işçi təbəqəsi olaraq qalmağa davam edəcəksən. Yəni kapitalizmdə hər şey pulun əsasında dayanır. Pulun vardısa, sən irsilikdən asılı olmayaraq sabah iri sahibkara da çevrilə bilərsən. Yəni bu hər şey iqtisadi sistemi düzgün şəkildə irələtməkdən ibarətdir. İngiltərədə sosial ziddiyyətlər, yəni əhali arasında ziddiyyətlər kəskinləşirdi. Nə baxımdan kəskinləşirdi? İngiltərədə parlamentlə kral arasında münasibətlər pisdir, münaqişə var və İngiltərə parlamenti yadımıza salaq 1265-ci ildə yaranmışdı, hansı ki silki nümayəndəli orqanı idi və kralla parlament arasında münaqişə var. Həmçinin puritanların fəaliyyəti İngiltərədə genişdir. Puritanlar kimlərdir? Anglikan kilsəsinə qarşı çıxanlardır. Anglikan kilsəsini dəstəkləməyənlərdir. Həmin bu puritanların fəaliyyəti ölkədə ziddiyyətləri kəskinləşdirir və parlamentdən kral arasındakı münasibətlər ölkədə ziddiyyətləri kəskinləşdirir. Puritanlar kimlər? Bu puritanların fəaliyyəti nə ilə bağlıdır? Puritanlar kimlərdir? Puritan sözü ingiliscə pure sözündən, yəni pure, təmiz sözündən irəli gəlmiş, reformasiya nəticəsində ortaya çıxmış bu insanlar, puritanlar, yəni dini təriqətin üzvləri təqib olunurlar İngiltərədə, yəni Anglikan kilsəsini dəstəkləmirlər. Buna görə də kral tərəfindən, kralın yaxın adamları tərəfindən təqib olunurlar. Bunlar da təqib olunduqlarına görə, yəni sıxışdırıldıqlarına görə ölkədən çıxıb getmək məcburiyyətindədirlər. Bunlar ya gedirlər Hollandiyaya, Hollandiya xəritədə 39 nömrəli ərazidir, ya da bunlar çıxıb gedirlər Amerika
torpaqlarına, yəni geri yaranmış qitəyə, yeni kəşf olunmuş ərazilərə, bu torpaqlara getməklə də bunlar düşünürlər ki, gedib orada daha yaxşı həyat şəraiti yaşaya bilərlər və həmçinin mühacirət etməklə öz həyatlarını xilas etmiş olurlar, belə düşünürlər. İngiltərədə demək 17-ci əsrdə ölkədə mütləqiyyət vardı. Mütləqiyyət nədir? Kralın tək başına hakimiyyəti. Amma İngiltərədəki mütləqiyyət Avropadakı dövlətlərdən, məsələn, Fransa və Avstriyadakı qədər güclü deyil. Parlament krala tabe olan silki orqanı idi. Yəni parlament kralla tabe idi. Kral istədiyini eləyə bilirdi. Mütləqiyyət rejimi mövcud idi ölkədə. İngiltərə kralı 1603-cü ildə, yəni hakimiyyətə gəlmiş Stuartlar sülaləsinin ilk nümayəndəsi olan 1-ci James 1625-ə qədər hakimiyyətdə olur. Bu adam nəyə çalışır? Çalışır ki, bu Britanları ən çox sıxışdıran bu adamdır. Britanların sıxışdırır. Həmçinin parlamenti məhdudlaşdırmağa çalışır ki, parlament artıq bu kralın işinə qarışmasın da. Bu parlament kimdir ortaya çıxıbdı belə? 1-ci James parlamentin hüquqlarını məhdudlaşdırmağa çalışır. Parlamentin razılığı olmadan, amma kral yeni vergilər təyin eləyə bilmirdi. Kral da yollar axtarır ki, mən necə eləyim axı bu parlamentin razılığını alım, yeni vergilər təyin etməyə başlayım. Ancaq ki, parlamentlə bu məsələdə vergilərin təyin edilməsi məsələsində razılaşmırlar. Çünki parlament deyir, nə oldu? Elə kralın vəziyyəti yaxşı olanda, nazirlərin vəziyyəti yaxşı olanda heç parlament yada düşmür. Amma ki, kral tərəfdarları vəziyyəti pisləşəndə, o dəqiqə yeni vergi təyin edilməsi ehtiyacı olanda, o dəqiqə parlamentin razılığının alınması məsələsi ortaya çıxır. Kralla parlament arasındakı ziddiyyətlər kəskinləşir. Ziddiyyətlərin kəskinləşməsinin nəticəsində 1-ci Jamesdən sonra taxta çıxan 1-ci Charles 1625-ci ildən 49-cu ilə qədər hakimiyyətdə olmuşdu. Bu adam başlayır Şotlandiya ilə müharibə aparmağa. İngiltərənin şimalındakı ərazidir Şotlandiya. Şotlandiya ilə aparan müharibə İngiltərəni xeyli tükədir. Çünki Şotlandlar elə bil ki, İngilis Anglikan kilsəsinə tabe olmayan bir ölkədirlər və onlar öz dinlərini müstəqil şəkildə yaşamağa çalışırlar. Kral da Şotlandiyanı həm ölkəyə tabe etmək, həm din baxımından onları özündən asılı vəziyyətə salmaq üçün nə edir? Şotlandiyanın davamlı uzun sürən müharibə aparır. Şotlandiyanın da müharibə xəzinəni boşaldır. Xəzinə də boşaldığına görə kral deyir ki, nə edeyim? Xəzinəni doldurmaq üçün yeni vergi təyin edeyim. Elə nə olur? Dəyən kəndliyə dəyir. Kral da çağırır parlamenti ki, 1640-cı ildə gəlin yeni vergilər təyin edin. Parlament də gəlir. İngiltərə tarixindəki 1640-cı ildə çağırılmış parlament uzun müddətli parlamentə adlandırılır. Parlament silki orqan olaraq müəyyən müddətdən bir çağırılır, müəyyən müddətdən bir buraxılır. Yəni çağırılır bir işi həll etmək üçün, həmin məsələ həll olunur, parlament buraxılır. Amma İngiltərə tarixində yeganə parlament bu 40-cı ildə çağırılmış parlament idi ki, burada gələn nazirlər, burada toplaşmış insanlar 53-cü ilə qədər fəaliyyətlərini davam etdiriblər. Ona görə də 1640-cı ildə çağırılıb 53-cü ildə buraxılmış parlament İngiltərə tarixində ən uzun müddət mövcud olmuş parlament olduğuna görə bu parlamentə biz deyirik uzun müddətli parlament. Ancaq uzun müddətli parlament kralın istədiklərini yerinə getirmir. Uzun müddətli parlament deyir ki, madam ki biz çağırıldıq, indi biz islahatlar həyata keçirəcəyik. Uzun müddətli parlament deyir ki, kimləri ki siyasi baxımdan məhbus eləmisiniz, həbsə salmısınız, onları birinci azad eləyirsiniz. Yəni uzun müddətli parlament deyir ki, kralın xoşu gəlmədiyi hər adam həbsə düşür. Bu nə sistemdə yaratmısınız ölkədə? Və uzun müddətli parlament belə bir qanun qoyur ki, bundan sonra parlament kraldan asılı olmayaraq 3 ildən bir çağırılacaqdır, toplaşılacaqdır, dövlət işlərinə baxacaqdır, kralın da buna müdaxiləsinə yol verilməyəcəkdir. Uzun müddətli parlamentin fəaliyyətə başlaması çıxardır İngiltərədə burjua inqilabı başlayır. Burjua sözünün mənası nə deməkdir? İnqilab ümumiyyətlə çevrilişdir. Amma burjua sözünün mənası feodalizmin kapitalizmdən əvəz olunması məqsədi ilə həyata keçirilən inqilabdır. Burjua inqilabı İngiltərədə feodal qaydalarını ləğv etmək və mütləqiyyət rejimini ləğv etmək məqsədi ilə çağırılmış bir inqilab idi, başlamış bir inqilab idi. İngiltərədə 1640-cı ildə başlanan, yəni uzun müddətli parlamentin fəaliyyətə başlanması ilə başlanan burjua inqilabı 1688-ci ilə qədər demək davam eləyibdir. İngiltərədə burjua inqilabının demək gedişində ölkə kral və parlament tərəfdarları arasında bölünür. Yəni burjua inqilabında bir var kralın tərəfdarları, bir də var parlamentin tərəfdarları. Burjua inqilabının dövründə parlamentin həyata keçirdiyi islahatlarla barışmayan kral 1-ci Charles deyir, bu nədir? Kraldan heç kim razılıq almır və salam parlamentin deputatlarını qovurum və həbs eləyirəm bir neçəsini. Bu da gətirir çıxardır ki, xalq parlamentin deputatlarını müdafiə eləyir ki, kral niyə
xalqı dəstəkləyən parlament nümayəndələrini qovur yaxud da həbs eləyir. Nəticədə ölkədə parlamentlə kral arasında müharibə başlayır. Bu müharibə birinci vətəndaş müharibəsi adlandırılır. Vətəndaş müharibəsi nə idi xatırlayaq? Bir ölkənin vətəndaşları arasında gedən siyasi mübarizədir. Birinci vətəndaş müharibəsi 1642-46-cı illəri əhatə edir. Əslində müharibənin ilk dövrlərində parlament zəif idi, kral tərəfdarları güclü idi. Çünki kralın tərəfində idi ordu. Kral ordusundan zəif olan parlament ordusunun intizamı aşağı idi, təchizatı zəif idi. Bir də mütədillər adlandırılan qrup var idi. Bu mütədillər kimlərdir? Mütədillərə orta xətt nümayəndələri deyirik biz. Yəni nə parlament tərəfindədirlər, nə kral tərəfindədirlər. Gah parlamentin tərəfində dururlar, parlamenti dəstəkləyirlər, gah kralın tərəfində dururlar, kralı dəstəkləyirlər. Mütədillər daha çox kralla barışmağa meyil göstərirlər. Buna görə də müharibənin ilk başlıqlarında, vətəndaş müharibəsinin ilk başlıqlarında parlament zəif olur. Həm ordu baxımından, həm mütədillər baxımından parlamentin tərəfdarları zəif olur. Lakin deyirlər, neyniyək? Hərbiçini yaxşı bilən Oliver Cromwell adlı bir naziri çağırırlar ki, parlamentin ordusunu təşkil etmək işini veririk sənə. 1645-ci ildə bu Oliver Cromwell başlayır hərbi islahat keçirdir İngiltərədə. Baxın, 18-ci əsrdə Rusiyada və Osmanlı dövlətində, 17-ci əsrdə isə İngiltərədə hərbi islahat keçirilibdir. Oxşar cəhət olaraq xəritə üzərindən test tapşırığı kimi rastlaşa bilərik bu sualla. Oliver Cromwell 1645-ci ildə hərbi islahat keçirdir, yeni tipli ordu formalaşdırır, yeni qoşun hissələri formalaşdırır parlamentin tərkibində və 1645-ci ildə birinci vətəndaş müharibəsinin gedişində ilk dəfə olur ki, kralı məğlub eləyir parlament Nezbi döyüşündə. Nezbi kəndi yaxınlığında baş vermiş döyüşdə kral tərəfdarları məğlub olur, parlament qələbə qazanır və parlamentin qələbə qazanması, kral ordusunun məğlub olması kralın Şotlandiyaya qaçmasına səbəb olur. Şotlandlar da deyir, kral düşdü əlimizə, vəssalam, bizim kralla elə münasibətimiz pisdir. Kralı tuturlar, parlamentə deyirlər ki, pul verin, kralı qaytaraq. Niyə parlament kralı pul qarşılığında geri almaq istəsin ki, soruşa bilərsiniz? Çünki vətəndaş müharibəsinin gedişində də məsələləri gərginləşdirən elə kral idi. Bunların kralla İngiltərənin daxilinin, yəni əhalinin kralla böyük davası var. Kralı cəzalandırmaq istəyirlər. Ona görə də böyük məbləğdə pulu verirlər, parlamentə təhvil verir Şotlandiya kralı və birinci vətəndaş müharibəsi parlamentin qələbəsi ilə başa çatır. 1648-ci ildə kral gəlir, qayıdır ölkəyə, deyir, narahat olmayın, yəni birinci Charles'dan söhbət gedir. Deyir, narahat olmayın, mən sizin dediyiniz hər şeylə razılaşacağam, parlamentlə ayaqlaşacağam. 1648-ci ildə kral məğlubiyyətin əvəzinə çıxmaq üçün İkinci vətəndaş müharibəsinə başlayır ki, mən kralımı, mən məğlub ola bilmərəm. Necə olur ki, bu mənə məğlub eləyər parlament? Amma yenə də Şotlandlar krala bu dəfə dəstək olsalar da, parlament yenə də kralı məğlubiyyətə uğradır və ikinci vətəndaş müharibəsi də parlamentin qələbəsi ilə başa çatmış olur. Biz danışaq nədən? Birinci Charles 1649-cu ildə parlamentin qərarı ilə edam edilir. Kral edam edildikdən sonra ölkədə kralın hakimiyyətini ləğv eləyirlər. Lordlar palatası var idi. Parlamentin tərkibində iki palata var idi. Lordlar palatası, nümayəndələr palatası. Lord sözünün mənası ağa deməkdir. Yəni yuxarı təbəqəni təmsil eləyənlər lordlar, nümayəndələr isə aşağı təbəqəni təmsil eləyənlər idi. Lordlar palatasını ləğv eləyirlər ki, onsuz da yuxarı palatanın vəziyyəti yaxşıdır. Nəyə görə lordlar üçün xüsusi nazir heyəti toplaşır. Aşağı palatanın hüquqlarını təmin eləyən, aşağı əhalinin hüquqlarını təmin eləyən palata mövcud olmalıdır. Yalnız nümayəndələr palatası qalır. Lordlar palatası ləğv olunur və Stuartlar sülaləsini buraxırlar 1649-cu ildə. Stuartlar sülaləsinin 1603-cü ildə başlamış hakimiyyət dövrü 1649-cu ildə Stuartlar sülaləsinin hakimiyyətinin birinci dövrü başa çatmış olur. Və 1649-cu ildə İngiltərə tarixinin bu günə qədərki dövrdə bir dənə respublikası olub. O da 1649-53-cü illər respublikasıdır. İngiltərədə respublika qurulur. 1649-cu ildə 53-cü ilə qədər respublika öz fəaliyyətini davam etdiribdir. Respublikanın quruluşu necə idi? Bir palatalı parlament var idi, yalnız nümayəndələr palatası var idi. Aşağı təbəqənin hüquqlarını müdafiə edən palata mövcud idi və bir palatalı parlament qanunverici orqanı idi. Dövlət şurası isə icra edici orqanı idi. Respublika, İngiltərədəki respublika parlamentli respublika idi. Prezident idarə eləmirdi bunu. Parlamentin üzvləri tərəfindən idarə olunurdu.
17-ci əsrin 50-ci illərində Oliver Cromwell təbii ki, ölkədə güclü donanmanın yaradılmasına başlanılır Respublika dövründə. Ticarət müstəmləkə mübarizəsi gedir dünyada böyük coğrafi kəşflərdən sonra. İngiltərə rəqabətdə qalib gəlmək üçün digər dövlətlərə güclü donanma yaratmağa başlayır. Həmin bu güclü donanmanın yaradılmasından sonra İngiltərə öz müstəqilliyini İspaniya və Fransaya tanıdır. Baxaq xəritədə baxaq. İngiltərə öz müstəqilliyini demək İngiltərə öz müstəqilliyini İspaniyaya 4 nömrəli dövlətə və 2 nömrəli Fransaya tanıdır ki, mən müstəqil dövlətəm, məni tanıdınız. Həmçinin İngiltərə Portuqaliya ilə 3 nömrəli dövlətlə və Hollandiya ilə 39 nömrəli dövlətlə müharibə aparır, müharibədə qalib gəlir, onlara öz üstünlüyünü tanıdır. Hətta Oliver Cromwell'in başçılıq elədiyi ordu aparır, gedir 1649-cu ildə İrlandiyanı işğal eləyir və Şotlandiyanı da işğal eləyir. İrlandiyanı və Şotlandiyanı işğal eləyir. Demək, İngiltərə hansı dövlətlərə öz müstəqilliyini tanıdıb? İspaniyaya və Fransaya. İngiltərə hansı dövlətlərə öz üstünlüyünü tanıdır? Portuqaliya və Hollandiyaya. Hansı dövlətləri işğal eləyir? İrlandiya və Şotlandiyaya. Belə olduqda 18-ci əsrin 50-ci illərində cəmaatın respublikaya inamı itir ki, Oliver Cromwell axı bu ordunu dövləti qurtarmaq üçün, dövləti zülmdən qurtarmaq üçün, dövləti qorumaq üçün yaratmışdı. Oliver Cromwell nəyə görə getdi İrlandiya ilə Şotlandiyanı işğal elədi? Beləliklə, cəmaət arasında belə bir fikir yaranır ki, İngiltərənin ordusu inqilab üçün yaranmışdı. İnqilabi ordu idi. İngiltərənin indi ordusu inqilabi ordudan çevrildi işğalçı orduya. Həmçinin Oliver Cromwell də cəmaatı aldadıb. Hərbi əməliyyatlar keçirir. İngiltərənin işğalçılıq siyasəti İrlandiya ilə Şotlandiyanın dövlətə tabe olmasına gətirib çıxardır. Oliver Cromwell deyir, madam ki, iç üzüm açıldı, o zaman hərbi çevriliş eləyərəm. 53-cü ildə Oliver Cromwell neyniyir? Gedir Respublikaya son qoyur və uzun müddətli parlamenti buraxır ki, mənim parlamentə ehtiyacım yoxdur, hərbi çevriliş eləyir. Yəni, ordu bunun tərəfindədir axı. Ordunun yolu ilə hakimiyyəti ələ keçirdir. Özünü İngiltərənin 1653-cü ildə hamisi, müdafiəçisi, Lord Protectoru elan edir ki, məndən başqa İngiltərənin hakimi yoxdur. İngiltərə Respublikası 53-cü ildəki çevriliş nəticəsində süqut eləyir və Oliver Cromwell hərbi diktatura qurur tək başına. Hakimiyyətə malik olur 53-cü ildən 60-cı ilə qədər. Oliver Cromwell'in dövründə 53-60-cı illər arasındakı diktatura dövründə İngiltərədə nə baş verir? Oliver Cromwell kimsəsini çıxardır, onu aradan qaldırır, yəni öldürür. Hər cür narazılığı amansızlıqla yatırır. Əhali bu dövrdə diktaturaya qarşı, yəni ki, axı biz azadlıq istəyirdik, biz sözümüzün eşidilməsini istəyirik deyə dini müharibə aparırlar, siyasi mübarizə aparırlar, silahlı mübarizə aparırlar. Bu mübarizələrin hamısını Oliver Cromwell yatırdır. Hətta kəndlilərin bu dövrdə tələbləri var ki, biz axı vergilərə də qarşı çıxırdıq. Biz feodal qaydalarını da ləğv etmək istəyirdik. İngiltərədə hansı ki, qoyunlar adamları yeyirlər adlı ifadə ilə yaranmış çəpərləmələr siyasəti ki var idi 16-cı əsrin sonlarında. Çəpərləmələr nə idi? Kəndli torpaqdan qovulurdu. Qoyunların otladılması və daha çox yun əldə etmək üçün qoyunlar otlaq sahələrinə salınırdı. Kəndli də gedirdi, qalırdı şəhərdə, şəhər ərazilərində dilənçi vəziyyətində. Həmin çəpərləmələrin də ləğv edilməsini istəyirdilər. Amma diktatura dövrüdür. Respublika ləğv olunubdu. Oliver Cromwell deyir, mənəm ölkənin hakimi, hərbi çevriliş eləyibdi. Kimdir kəndlini sayan hər cür narazılığın da qarşısını almağı bacarır. Oliver Cromwell 1658-ci ildə bəxt gətirir ki, ölür. Oliver Cromwell'in ölməsindən sonra onun oğlu keçir onun yerinə. Oğlu da dövləti idarə edə bilmir. 58-ci ildən 60-cı ilə qədər zəif bir şəxsiyyət olur. Ona görə də parlament yığışır, deyir bizim ən yaxşı çıxış yolumuz parlament deyir ki, biz səhv eləmişik, respublika falan yaratmağa çalışmışıq. Bizim dövlətin ən yaxşı çıxış yolu odur ki, gəlin biz monarxiyanı bərpa eləyək. Monarxiyanın bərpa edilməsini parlament ən yaxşı çıxış yolu kimi görür və 1660-cı ildə Stuartlar sülaləsinə deyirlər ki, siz Allah qayıdın gəlin, bizim vəziyyətimiz pisləşir. Stuartlar sülaləsi 1649-cu ildə birinci dövrünü bitirmişdi. Artıq Stuartlar sülaləsinin ikinci dövrü 1660-cı ildə başlayır. Yəni biz buna Stuart
Stuartların restavrasiyası deyirik. Restavrasiya sözünün mənası bərpa deməkdir. Stuartlar yenidən hakimiyyətə bərpa olunur. Taxta kim çıxır? Birinci Charles ki var idi, edam olunan kral, onun oğlu 2-ci Charles 1660-85-ci illər arasında. 2-ci Charles çox bilmişlik eləyir. Nə edir? İkinci Charles hakimiyyətə çıxan kimi deyir ki, mən inqilabda iştirak edilib, kimi ki tutub həbsə salıblar, siyasi məhbuslara, inqilab iştirakçılarına bəraət verəcəm. Bəraət yəni haqq qazandıracam, onların günahsız olduğunu sübuta yetirəcəm. Hamı ölkədə istədiyi dini seçə bilər, etiqad azadlığı elan edəcəm. İnqilab dövründə kim ki nə torpaq ələ keçiribdi, onları da toxunulmaz elan edəcəm. Kim nə torpaq tutub özünündür. Lakin 2-ci Charles atasının intiqamını almaq istəyəcəkdir. Niyə? Çünki atasını öldürüblər. Əhalinin əli ilə öldürülübdür 1-ci Charles. Ona görə də 2-ci Charles dediyi bu şeylərin heç birini yerinə yetirmir. Yəni xalqı aldadır. 1685-ci ildə 2-ci Charles ölür, yerinə keçirdirlər 2-ci Jamesi. Kral 2-ci James 1685-88-ci illərdə gələndə yenidən mütləqiyyəti bərpa etməyə çalışır. Mütləqiyyət nədir? Yəni parlamentdə hesablaşmamağa başlayır. Stuartların hətta katolikliyi yayması Anglikan dininə mənsubdular axı ingilislərin çoxu. 2-ci James başlayır katolikliyi yaymağa, mütləqiyyəti bərpa eləməyə. Parlamentdə görür ki, yenidən ölkədə vətəndaş müharibəsi yarana bilər. Çünki əhali artıq narazılıq eləməyə başlayır ki, bu nədir? Stuartları çağırdıq, yenə razı olmadıq bunların elədiklərindən. Ona görə də deyirlər, neyniyək, ölkədə vətəndaş müharibəsi çıxmasın deyə, 2-ci Jamesin özü də katolikdir deyə, biz bir Anglikan, protestant insan tapmalıyıq ki, onu hakimiyyətə gətirək, əhali bundan razı qalsın. 1688-ci ildə 2-ci Jamesin qızı Marianın əri, Oranlı Wilhelm, yəni 2-ci Jamesin kürəkəni protestantdır, Anglikan dininə sitayiş eləyir. Şanlı inqilab yolu ilə hakimiyyətə gətirilir. 1688-ci ildə Oranlı Wilhelmi sakitcə çağırırlar. Bu Oranlı Wilhelm 2-ci Wilhelm adı ilə taxta keçir. 1688-ci ildə demək Londonda gəlir, sakitcə taxtına oturur. 2-ci Jamesi də hakimiyyətdən uzaqlaşdırırlar. Beləliklə 1640-cı ildən 88-ci ilə qədər davam etmiş İngiltərə burja inqilabı şanlı inqilabla başa çatmış olur. Niyə buna şanlı inqilab deyilik? Çünki dinc yolla baş verir. Heç bir mübarizə yolu ilə baş vermir. Amma ölkədə yenidən mübarizə qızışmasın deyə Oranlı Wilhelmə də inanmır parlament. Buna görə Oranlı Wilhelmə deyirlər ki, sən bizlə bir razılaşma imzalamalısan. 1689-cu ildə hüquqlar haqqında bil imzalanır. Hüquqlar haqqında bil nə idi? Hüquqlar haqqında bil sözünün mənası qanun layihəsi deməkdir. Parlamentə təqdim olunur. Əgər parlament təsdiq eləyirsə qanuna çevrilir. Bir layihə deməkdir, yəni bil sözünün mənası. Hüquqlar haqqında billi Oranlı Wilhelmə imzaladırlar ki, biz səndən təminat almalıyıq ki, sən də o birisi krallar, hökümdarlar kimi olmayacaqsan bizə. Bu imzaladığı təminatda nələr deyilir? Parlament qanunları qəbul eləyir, vergini toplayır, kral qanunlara müdaxilə eləyə bilməz. Kral parlamentin razılığı olmadan ordu saxlaya bilməz. İngiltərədə məhdud monarxiya yaradılır. Heç kim mütləq hakimiyyətə sahib ola bilməz. Parlamentli məhdud monarxiya quruluşu yaradılır və kral bundan sonra başlayır ölkədə simvolik xüsusiyyət daşımağa. Yəni kralı sayan olmur heç. Simvolik demək bir yəni İngiltərəni təmsil edən bir adam adı çəkilən kimi o dəqiqə yaddaşa kral gəlir. Kral bundan başqa heç bir işə yaramır. Simvolik xüsusiyyət demək daşıyır. Kral parlamenti qəbul etdiyi heç bir qanunu ləğv də eləyə bilməz. Veto qoymaq hüququnu da itirir. Və İngiltərədə bütün bunların nəticəsində hüquqi dövlət yaranır. Hüquqi dövlət nə deməkdir? Vətəndaşın azadlığını və hüququnu qorumağa çalışırlar, yəni. Nə qədər monarxiya rejimi də olsa, hüquqi dövlət mövcuddur. Vətəndaşların hüquq və azadlıqları qorunur ölkədə. Həmçinin Oranlı Wilhelmin hakimiyyətə dəvət olunması ilə şanlı inqilabın nəticəsində hakimiyyət siyasi hakimiyyət burjuaziyanın, yəni kapitalizmin nəticəsində ortaya çıxmış təbəqənin və yeni zadəcanların
əlinə keçmiş olur. Kapitalizmin inkişafı şanlı inqilabın nəticəsində sürətlənir, parlamentin rolu çoxalır, parlament artıq hökuməti təşkil eləyir, hökuməti formalaşdırır. Yəni dövləti parlament idarə etməyə başlayır. Və 1707-ci ildə İngiltərə ilə Şotlandiya arasında uniya imzalanır, akt imzalanır birləşmək haqqında. 1707-ci ildə imzalanmış uniyada deyilir ki, bundan sonra Şotlandiya ilə İngiltərə birləşir və vahid bir krallıq yaranır. Böyük Britaniya adlanmağa başlanılır dövlət 1707-ci ildən etibarən. İngiltərədə 18-ci əsrdə aqrar çevriliş başlayır. Yəni kənd təsərrüfatında çevriliş başlayır. Kənd təsərrüfatındakı çevriliş nə ilə bağlıdır? Muzlu əməkdən istifadə olunmaqla kapitalist münasibətlərinə keçid. Yəni kənd təsərrüfatında artıq feodal qaydaları ləğv olunubdur. Kənd təsərrüfatında əsasən pul verilib, kimisə işlədirlər, muzlu əmək tətbiq eləyirlər. Muzlu, yəni pulla əmək tətbiq eləyirlər. Bu da kapitalizmin inkişafını sürətləndirir. Aqrar çevriliş nəticəsində iri torpaq sahibliyi genişlənir. Yəni iri torpaq sahibləri müxtəlif şəxslərin, məsələn, landlordların əlində cəmləşir. Landlordlar kimləri idi? İri torpaq sahibləri idi. İri torpaq sahiblərinin sayı aqrar çevrilişinin nəticəsində çoxalır. Aqrar çevriliş odur ki, nəsə dəyişiklik baş verir də. Kənd təsərrüfatında əvvəllər kəndli vergi ödəməklə, yalnız məcburi işləməklə təmin olunurdu. İndi artıq kəndli çevrilibdir fəhliyə, kapitalizm sürətlənir, fəhlədir, gəlir işləyir, pulunu alır, çıxır gedir. Landlordlar da həmin o təbəqəni, kəndli təbəqəsini, fəhlə təbəqəsini işlədən insanlardılar, iri torpaq sahibləridirlər. Və İngiltərədə kapitalizmin inkişafı, aqrar çevrilişin nəticəsində işçi qüvvəsi çoxalır, pulla işləmək istəyən insanlar çoxalır, dövlət xeyli sayda müstəmləkələr ələ keçirir, satış bazarlarına sahib olur. Bunlar da gətirir, satdırır, sənaye çevrilişi baş verir 18-ci əsrin 60-cı illərində. Sənaye çevrilişi nədir? Əl əməyinə əsaslanan manufakturalardan maşınlı istehsala keçid. Yəni əvvəllər məhsulları əl əməyi ilə istehsal edirdilər. Artıq indi İngiltərədə maşınlı istehsallar yaranıbdır. Yəni məhsullar kiçik, yeni tipli maşınlar vasitəsilə istehsal olunur. Amma nəzərə alaq ki, əgər bir məhsulu, məsələn bir paltarın toxunması, tikilməsi prosesi üçün milyonlar dənə maşın lazımdır. Yəni istehsalı çoxaltmaq üçün çoxlu maşın lazımdır ki, sənayenin hər sahəsini əhatə eləsin. Bunlar da bilmirlər sənaye çevrilişini tətbiq etdikdən sonra bu sahədə ziyana mı gedəcəklər, daha çox mu pul əldə edəcəklər, etməyəcəklərmi? Ona görə riskə gedib çox pul qoyub ziyana getmək olmaz. Deyirlər ki, gəlin biz birinci bu maşınlı istehsalı toxuculuqda tətbiq eləyək. Toxuculuq elə belə sahədir, kiçik sahədir. Görək toxuculuq sənayesində maşınlar işə yarayırsa, daha çox qazanc əldə eləməyimizə səbəb olursa, ondan sonra digər sənaye sahələrinə keçirdərik bu çevrilişi, bu maşınlı istehsalı. 18-ci əsrin 60-cı illərində toxuculuqda sənaye çevrilişi başlanılır. Niyə toxuculuqda? Çünki çox xərc yoxdur. Burada toxuculuq o qədər də böyük sənaye deyil. Yəni çoxlu pul tələb etmir və qısa müddətdə yüksək qazanc əldə edə bilərik toxuculuq sənayesində. Sənaye çevrilişi 18-ci əsrin 60-cı illərində başlayıb, 19-cu əsrin birinci yarısında, yaxud 19-cu əsrin ortalarında başa çatıbdır. Sənaye çevrilişinə sürətləndirən və təkan verən hadisə də var. Nədir sənaye çevrilişini sürətləndirən hadisə? Buxar mühərrikinin kəşf edilməsi 1784-cü ildə sənaye çevrilişinə təkan verir, yəni sürətləndirir, başa çatdırmır. 18-ci əsrdə başlayıb, 18-ci əsrdə ona təkan verən, sənaye çevrilişinə təkan verən buxar mühərriki kəşf edilib və 19-cu əsrdə sənaye çevrilişi tam şəkildə başa çatacaqdır. Bütün bu danışdıqlarımız aqrar çevrilişdir, sənaye çevrilişidir, landlorddur, burjuaziyadır, yeni zadəgandır. Bu tipli yeni quruluş və yeni ictimai sosial təbəqələr kapitalizmlə bağlı bir terminlərdir və sənaye çevrilişinin nəticəsi nə olur? Məhsuldarlıq xeyli dərəcədə artır. Çoxlu məhsul əldə edirlər və burjuaziya ilə fəhlələr artıq cəmiyyətin ən üstün təbəqələrinə çevrilirlər. Artıq cəmiyyətdə, İngilis cəmiyyətində burjuaziya var, varlı təbəqə, bir də onların əlinin altında işləyən təbəqələr, fəhlə təbəqələri vardı. İngiltərənin 18-ci əsrdə siyasi vəziyyətindən danışıq. Təbii ki, bu ölkə daxildəki prosesdən başqa xaricdə də mübarizələr aparır. Nədir İngiltərənin əsas məqsədi? Müstəmləkələr. İngiltərə Şimali Amerikada çoxlu müstəmləkə ələ keçirmək istəyir və Hindistan uğrunda rəqabət aparır. İngiltərənin də əzəli bir düşməni var. Kimdir? Fransa. Fransa ilə İngiltərə Şimali Amerika və
Hindistan müstəmləkələri uğrunda rəqabət aparırlar. Amma bu mübarizədə təbii ki, kim məğlub olacaqdır? İngiltərə qalib gələcək, Fransa müstəmləkələr uğrunda mübarizədə məğlub olacaqdır. İngiltərənin Hindistanla əlaqələrində yer tutan əsas ərazi hansıdır? Misir ərazisidir. Həmçinin bu Misir ərazisi də 18-ci əsrdə məxsusdur Osmanlı dövlətinə. Osmanlı dövlətinə məxsus olan Misiri də Fransa istəyir ki, ələ keçirsin. 1798-ci ildə fransızlar, Fransa donanması Napoleonun başçılığı altında, hələ Napoleon imperator deyil, imperator 1804-cü ildə elan ediləcəkdir. Napoleon bu zaman Fransa tarixinin bu dövrü abituriyentlərə düşmədiyinə görə biz o dövr haqqında danışmırıq. 18 Brümer çevrilişi nəticəsində hakimiyyətə gəlmiş 3 konsuldan biridir. Konsulluq dövrünü yaşayır Fransada. Yəni Napoleon Bonaparte konsuludur Fransanın. 1798-ci ildə onun başçılığı ilə Fransız donanması Misirə hücum eləyir. Napoleon Bonaparte'ın başçılığı altında və bu zaman Fransanın Misiri ələ keçirtməsi səbəb olur ki, İngilislər, Osmanlı və Rusiya üç dövlət birləşirlər. Görürsünüz, Rusiya ilə Osmanlını biz əsasən mübarizə aparanda görmüşük. Amma burada İngilislər, Osmanlı və Rusiya birləşirlər ki, Fransa Misiri tutub yaxın şərqdə öz mövqeyini gücləndirə bilməsin. Birləşirlər, 1799-cu ildə Napoleonu müharibədə məğlub eləyirlər. Və Napoleon 1799-cu ildə öz ölkəsinə geri qayıtmış olur. Belə hörmətli abituriyentlər, İngiltərə və Fransa mövzuları haqqında danışacaqlarımız bu qədər. Kanala abunə olub videoyu bəyənməyi və şərh yazmağı unutmayaq. Sağ olun, növbəti videolarda görüşənədək.